Salam əziz izləyicilər, mən Arifə Mahmudova. Bugün sizlərlə dim test toplusundan feilin şəkilləri, feilin zamanları, təsdiq və inkar feillər bölməsinə baxacağıq. Vaxt itirmədən testimizə keçid alaq. Hansı feil lazım şəklindədir? Bircə dəqiqə. Hansı feil lazım şəklindədir? Bunu yazmaq üçün birinci lazım şəklinin şəkilçisini bilməliyəm ki, bu ası əsli şəkilçisidir. Eyni zamanda yadımıza salaq, bu qrammatik şəkilçidir və iki sualı var bunun. Nə et və nə ol sualları feilin sualıdır. Bu şəkilçini də bunun böyrünə köçürdürdük. Yəni, nə edəsi, nə olası suallarına cavab verir. Oxuyasınız. Əgər bunu çaşdırırsınızsa, ayırın. Oxumaq sözün köküdür, sınız şəxs sonluğudur, yəni siz oxuyasınız. Y bitişdiricidir, A isə arzu şəklinin şəkilçisidir. Burada malı məli var, bu vacib şəklinin şəkilçisidir. İndi baxaq. Gəldi, gəlmək sözün köküdür. Nə etdi? Gəldi. Di, zaman şəkilçisidir. Yəni, harada zaman şəkilçisi varsa, o xəbər şəklindədir. Bu da xəbər şəklindədir. Biləsiniz, bilmək sözün köküdür. Siniz şəxs sonluğudur. Ə isə, ortada qalan ə isə arzu şəklinin şəkilçisidir. D də getdi. Cavab olacaq B variantı. Gəlmək sözün köküdür. Əsi arzu lazım şəklinin şəkilçisidir. Y bitişdiricidir. Əm şəxs sonluğudur. Yəni, mən gələsiyəm. Ona görə də cavab olacaq B variantı. İkinci testə baxırıq. Uyğunluğu müəyyən eləyin. Bu versiyadadır. Biraz uzun test olmuş ola bilər, amma ki, çox rahat testdir. Keçmiş zamanda işlənmiş feil, indiki zamanda işlənmiş feil və gələcək zamanda işlənmiş feil. İndiki zamanın şəkilçisi ır, ir, ur, ürdür. Keçmiş zaman özü bölünür iki yerə, nəqli keçmiş və şühudi keçmiş zaman. Şühudi keçmiş, buradan qeyd eləyək. Şühudi keçmişin şəkilçisi d, di, du, düdür. Nəqli keçmiş zamanı isə iki dənə şəkilçisi var. İb, ib, ub, üb və mış, miş, muş, müş. Sualları da nə etdi, nə oldu, nə edib, nə olub, nə etmiş, nə olmuş. Gələcək zamanda eynən bölünür iki yerə. Qəti gələcək və qeyri-qəti gələcək. Qeyri-qəti gələcək ar, ər şəkilçisidir. Sualları nə edər, nə olar. Qəti gələcək zamansa acaq, əcək şəkilçisidir. Nə edəcək, nə olacaq suallarına cavab verir. İndi gəlin baxaq. Nüsrət dayı uzun illər idi ki, neft mədənində usta köməkçisi kimi çalışırdı. Nə edirdi, çalışırdı. Burada çalışmaq sözün köküdür və iki dənə zamana oxşayan şəkilçi var. Mən nə bilim, bəs bu ır indiki zamanın şəkilçisidir, yoxsa bu d keçmiş zamanın şəkilçisidir, şühudi keçmişin şəkilçisidir. Həmişə bilin ki, birinci gələn şəkilçi zaman şəkilçisi olur. Çaşdırırıqsa sual verək. Nə edirdi, nə edir? Birinci ır, ir, ur, ır şəkilçisi gəlir. Deməli, birinci gələn zaman, ikinci gələnsə hissəcikdir. Hissəcik deyiləndə nə nəzərdə tutulur? İdi hissəciyinin qısaldılmış versiyası da d, di, du, düdür. Yəni, çalışır idi. Bu olacaq indiki zamana. 2-yə A yazmalıyıq. Gəlin, baxaq görək, 2-də harada A yoxdursa o cavabı çıxaq. A variantında 2-də B-dir çıxdı. C variantında 2-də D-dir çıxdı. Y variantında 2-də Y-dir çıxdı. Qaldıq 2 dənə variant arasında. B və D variantları arasında qaldıq. B-yə baxaq. Axşamdan qurduğu saatın zənginə oyanan mələk xoş ovqatla yataqdan qalxdı. Qalxmaq sözün köküdür. D isə şühudi keçmiş zamanın şəkilçisidir. Hardan bildim? Sual verməklə bilirəm. Nə etdi? Qalxdı. Deməli, bu da keçmiş zamandadır. 1-ə B yazmalıyıq. Gəlin, baxaq görək 1-də B hardadır? Hər iki variantda 1-də B-dir, 2-də A-dır. İndi baxaq C-yə. Tarix yazanlar nöqtəni adətən qələmlə qoyurlar. Nə edirlər, qoyurlar, qoymaq sözün köküdür. Nə edir, ır, ir, ur, ır, indiki zamanın şəkilçisidir. Ona görə bu da 2-yə aid olmuş olacaq. 2-də A, C. İndi D-yə baxaq. Bir vaxtlar o da bu ocağa tez-tez gələrdi. Burada baxıram ki, 2 dənə zamana oxşayan şəkilçi var. Mən həm gələcək zamanda, həm də keçmiş zamanda ola bilmərəm. Birinci gələn şəkilçi zaman şəkilçisi olur. Deməli, gələcək, qeyri-qəti gələcək zamanın şəkilçisidir. Nə edər, gələr.
Burada qeyri-qəti gələcək zamandır, isə yenə də idinin qısaldılmış versiyasıdır. Yəni gələr idi. Bu olacaq gələcək zamanda. 3-ə D yazmalıyıq. 3-ə D olan B variantındadır. Burada 3-də Y yazılıb. Bu olmaz. Cavab olacaq B variantı. G-yə də baxaq hər ehtimal. Gecədən xeyli keçmiş, bütün şəhər yatmışdı. Yatmaq sözün köküdür. 2 dənə zamana oxşayan şəkilçi gördüm. Birinci zamandadır, ikinci hissəcikdədir. Mış nəqli keçmiş zamanın şəkilçisidir. D isə idi hissəciyidir. Cavabımız olacaq B variantı. Üçüncü testdə keçid alaq. Gələcək zamanda olan feillər cərgəsini müəyyən eləyin. Gələcək zamanda olan feillər cərgəsini müəyyən eləyin. Gələcək zaman bilirik ki, bayaq da qeyd elədik, 2 yerə bölünür. Qəti gələcək və qeyri-qəti gələcək. Qəti gələcək acaq, əcək şəkilçisidir. Qeyri-qəti gələcək ar, ərdir. Qəti gələcəyin sualları, feilin suallarıdır da nə et, nə ol. Yəni nə edəcək və nə olacaq. Qeyri-qəti gələcək zaman sualları da nə edər və nə olar. Nə olar. Bu suallardır. İndi baxıram burada. Yazasıdır. Burada nə acaq, əcək, nə ar, ər var. Ona görə A variantını çıxıram. Burada ası, əsi lazım şəklinin şəkilçisidir. B-ni saxlayıram. C-yə baxıram. Olacaqdır. Bəli, olmaq sözün köküdür. Acaq qəti gələcək zamanı şəkilçisidir. D, ididir. Amma burada baxıram ki, gəldi sözü keçmiş zamandadır. Şühudi keçmiş zamandadır. Didu, düdür çünki. Oxuyur sözü indiki zamandadır. Ir, ir, ur, ür şəkilçisi indiki zaman şəkilçisidir. Ona görə C variantını atırıq, gedir. D variantına baxıram. Dəyir sözü indiki zamandadır. Ir, ir, ur, ür şəkilçisidir. Gördü sözü keçmiş zamandadır. D variantı getdi. Dinləyərdi. Ər qeyri-qəti gələcək zamandır. D, idi hissəciydi. Əla. Söyləyirmiş. Ir, indiki zaman şəkilçisidir. Miş, imiş hissəciyinin qısaldılmış versiyasıdır. Ona görə bu getdi. Aldanır sözündə ir, indiki zaman şəkilçisidir. Bu da getdi. Cavabımız bir dənə qaldı. Elə çıxdaşla tapdıq ki, B variantıdır. Gəlməz sözündən şübhələnirsinizsə, inkardadır da görürsünüz. Təsdiqinə qaytarın. Gələr. O zaman görürsünüz ki, burada ar, ər, qeyri-qəti gələcək zaman şəkilçisi çox qəşəng yerinə oturmuş olur. Biz bilirik ki, ma, mə, inkar şəkilçisi, üstə gələk ar, ər, qeyri-qəti gələcək zaman şəkilçisi birləşən zaman bu maz, məz versiyasına düşür. M, inkarlıq az, qeyri-qəti gələcək zaman olmuş olur. Gəlmək sözün köküdür. M, inkar, əssə qeyri-qəti gələcək zamandır. Oxuyar, oxumaq sözün köküdür. Y, bitişdiricidir. Ar, qeyri-qəti gələcək zamandır. Baxmaq sözün köküdür. Ar, qeyri-qəti gələcək zamandır. Sual da verə bilərsiniz. Nə edər, gələr. Nə edər, gəlməz, nə edər, oxuyar, nə edər, qalmaz. Qalmaq sözün köküdür. M, inkar da az qeyri-qəti gələcək zamandır. Vaxt itirmədən keçid alaq 4-cü testimizə. Bu testdə keçmiş zamanda olan feillər cərgəsini bizdən soruşur və biz bilirik ki, keçmiş zaman bölünür 2 yerə, bayaq da qeyd elədiyimiz kimi, şühudi keçmiş və nəqli keçmiş. Belə yadınızda saxlayın, burada di var, şəkilçisi də özünə oxşayır, d, di, du, dü. Nəqli keçmiş zamansa ıb, ib, ub, üb və mış, miş, muş, müş şəkilçisidir. Sualları yenə də feilin suallarının böyrünə şəkilçilərini qoyursunuz. Nə etdi? Nə oldu, nə edib, nə olub, nə etmiş, nə olmuş. Bu versiyadadır. Artıq digərlərini yazmadım. Testimizə keçid alaq. Ölçübdür. Baxıram ki, nə edib, ölçüb. Deməli, üb burada həqiqətən də keçmiş zamanında. Amma gedərdik sözünə görə bu çıxacaq. Nəyə görə? Çünki ər burada qeyri-qəti gələcək zamandır. Ona görə A variantı çıxdı. B variantına baxıram. Güldülər keçmiş zamandadır. Çünki dü var burada. Gördülər keçmiş zamandadır. Çünki dü var. Bildilər. Didi burada da var. Amma baxırdın sözünə görə bunu götürə bilmirəm bu cavabı. Çünki ir indiki zamanda olan feildir. B variantı da çıxdı. Pozmuşsan. Muş həqiqətən də nəqli keçmiş zamandadır. Görmüşdür. Müş həqiqətən də nəqli keçmiş zamandadır. Oxumuşam. Nə etmişəm, oxumuşam. Bu da nəqli keçmiş zamandadır. Bilməmişəm.
Həqiqətən bu da nəqli keçmiş zaman. Deməli elə cavabımız C variantıdır da. Hər biri nəqli keçmiş zamandadır. Baxın bu mış, miş, muş, müş şəkilçisidir. Mış üstü 4. Gəlirmiş, ir indiki zamandadır. Miş, imiş hissəcikdir. Ona görə bu olmaz. Daha sonra gəlirsənmiş, deməli gəlməkdən gəlir. Ir indiki zaman şəkilçisidir. Gəlirsən, sən gəlirsən. Miş də imiş hissəcikdir. Bu da olmaz. Cavab oldu C. 5-ci testə baxaq. Feilin hansı şəklinin inkarında deyil sözündən istifadə olunur? Bu lazım sözünün lazım şəklinin inkarıdır ki, deyil sözündən istifadə olunur. Eyni zamanda vacib şəklində də həm mamə inkar şəkilçisindən, həm də deyil hissəciyindən istifadə olunurdu. Cavabınız olacaq A variantı. Lazım şəklinin şəkilçisi asayəsidir, gələsi deyiləm. İnkar versiyası belə olur. 6-cı testə baxırıq. Bu dəhşət yadımdan çıxası deyil. Ası əsi şəkilçisi artıq bilirəm ki, lazım şəklinin şəkilçisidir. Məsələn, arzu şəklinin şəkilçisi A, Ədir. Şərt şəklinin şəkilçisi Sa, Sədir. Vacib şəklinin şəkilçisi malı, məlidir. Lazım şəklinin şəkilçisi asa əsidir. Xəbər şəklinin şəkilçisi yoxdur. Zamanlar vasitəsilə düzəlir. Cavab ona görə də olacaq Y variantı. 7-ci testə baxırıq. Feillərdən yalnız biri 3-cü şəxs şəkilçisi ilə işlənmişdir. Gəlin baxaq. 3-cü şəxs şəkilçisi nədir? Dır şəkilçisidir də. Yəni 3-cü şəxs o-dan söhbət gedir. O salıbdır. Cavab ona görə də D variantıdır. Daha sonra 8-ci testə baxaq. Hansı cümlədə arzu şəklində olan feil işlənməmişdir? Arzu şəklinin şəkilçisi A, Ə şəkilçisidir. Deyir, işlənməmişdir, yəni olmasın. Lazımdır ki, qərib könlün alasan. Kaş alasan könlün, kaş alasan. Almaq sözün köküdür, san şəxs sonluğudur, yəni sən alasan. Ortadakı A isə arzu şəklinin şəkilçisidir. Burada var. B-də deyir, alırsan canımı al, incimərəm. Bu xəbər şəklindədir. Hardan bilirəm? Çünki burada zaman şəkilçisi var. İncimək sözün köküdür, M inkardır, ər qeyri-qəti gələcək zamanda, həm də şəxs sonluğudur. Alırsan, sən alırsan. Burada ır indiki zaman şəkilçisidir, sansa şəxs sonluğudur. Hər bir versiyada bu xəbər şəklində olduğuna görə cavab B-dir. Bəlkə canım bu azarı çəkməyə, y bitişdirici də ə arzu şəklinin şəkilçisidir. Kaş çəkməyə. İnsan payız ölə, yəni payızda ölə, yazda dirilə. Ə arzu şəklinin şəkilçisidir burada. Ona görə bu da getdi. Arif ola, ilham ilə söz qana. Kaş ola, kaş arif ola. Kaş söz qana. Burada da arzu şəklinin şəkilçisi işlənir. 9-cu testə baxırıq. Gəzmək feili ikinci şəxsin cəmində indiki zamanda işlənsə, hansı şəkilçilərdən istifadə olunmaz? İndiki zaman şəkilçisini istəyir gəzmək feilinə. Gəlin baxaq görək hansılar istifadə olunmaz. Deməli, gəzmək feili indiki zamanda ikinci şəxsdə siz gəzirsiniz. Sinizlə ola bilər. Ona görə birləri çıxıram. A getdi, C getdi, Y getdi. Siz gəzir ilk olmaz. Ona görə 2-ni mütləq götürməliyik. Siz gəzir, ır, ir, ur, ürü onsuz da istifadə elədiydi. Ona görə D də getdi. Cavab qaldı avtomatik B. Siz gəzirib olmaz, siz gəzirsən olmaz. Ona görə də B-dir. 10-cu testə keçid alaq. 10-cu testdə cümlələrdən birinin xəbəri feilin lazım şəklindədir. Yenə də ası, əsi istəyir. Nə edəsi, nə olası istəyir bizdən. Gərək bundan sonra heç nəyi unutmayasınız. Unutmaq sözün köküdür. Ma inkar şəklinin şəkilçisidir. Y bitişdiricidir. Sınız şəxs sonluğudur. Siz unutmayasınız. A isə arzu şəklinin şəkilçisidir. Yəni kaş unutmayasınız. Bu lazım şəkli olmadı. Hamı metronun girişində gözləsin. Gözdən gözləmək olur. Gözümüzlə gözləyirik. Gözləsin. Sin şəxs sonluğudur da. Yəni hamı gözləsin. Burada ümumiyyətlə heç birini görmədiyimə görə nəsə deyə bilmərəm. Taxıl tezliklə biçilməlidir. Bu artıq vacib şəklidir. Malı məli şəkilçisi var. C variantı çıxdı. Qonaqları gərək sən qarşılayasan. Yəni kaş qarşılayasan. Gəlin baxaq. Qarşılamaq Y bitişdiricidir. Bizdən lazım şəklini istəyir. Bəli, burada Y bitişdiricidir. A da arzu şəklinin şəkilçisidir. Cavabımız bir dənə qaldı. Y variantı. Sənədlər bugün təsdiq olunasıdır.
Ası, əsi şəkilçisi var burada. Bu da lazım şəklinin şəkilçisidir. 11-ci testə baxırıq. Hansı cümlədə məlum növdə olan, bilirik ki, məlum növün şəkilçisi yoxdur. Təsriflənən feil işləmişdir. Təsriflənən feil ilə feilin şəkilləri və feilin zamanlarıdır da. Gizlədilmiş silahlar tapıldı. Burada baxıram ki, burada həm də feilin qrammatik məna növlərini bilməliyəm. Kimsə tərəfindən tapılmalıdır da bu. Məlum deyil ki, bu məhçul növdür. Daha sonra feilin şəkilləri və feilin zamanlarını istəyir bizdən. Gecədən yağan yağış səhərə yaxın kəsildi. Yağış özü kəsilir də, elə deyilmi? Biz onu kəsə bilmərik. Burada da il şəkilçisi var və bu qayıdış növ sayılacaq. Verilən tapşırıqların öhdəsindən gəlmişdik. Nə etmişdik? Gəlmişdik. Gəlmək sözün köküdür. Miş zaman şəkilçisidir. Burada dık-dik, duq-dük şəkilçisini ümumiyyətlə harda görsəz, 2 dənə qrammatik olaraq parçalayın bu versiyada. Burada biri ide olacaq, biri də şəxs sonluğu olacaq. Daha sonra otağın pəncərəsi taybatay açıldı. Pəncərənin açılmağı kimsə tərəfindən açılıb. Bu məhçul növdür. Ona görə olmaz. Cavabımız C-dir. Külək əsdikcə güllərin xoş ətri ətrafa yayılırdı. Güllərin ətri özü ətrafa yayılırdı. Mən onu götürüb yaya bilmərəm axı. Burada da ıl şəkilçisi var və bu da qayıdış növün şəkilçisidir. Qayıdış növü odur ki, işi, hərəkəti öz üzərində icra edir. Siz istəsəz də ona kömək eləyə bilmirsiniz. 12-ci testə baxırıq. Hansı cümlədə şərt şəklində olan feil var? Şərt şəklində olan feil ümumiyyətlə 3 versiyada işlənir. Birinci versiyada kökdən sonra sa-səy görürsünüzsə, ikinci versiyada leksik şəkilçidən sonra sa-səy görürsünüzsə, üçüncü versiyada mamə inkar şəkilçisindən sonra sa-səy görürsünüzsə, bu bərabər olur şərt şəklinə. İndi gəlin baxaq. Göz görməsə, könül sevməz. Cavab elə A variantını. Nəyə görə? Sevməz heç. Bu xəbər şəklindədir. Sevməz, təsdiqə qaytaraq sevər. Burada m inkardır. Əz qeyri-qəti gələcək zamandır. Bu xəbər şəklidir. Bu heç. Amma burada bir dənə də feil var axı. Görməsə. Mamə inkar şəkilçisindən sonra sa-səy gəlibsə, axı 3-cü versiyadır da. Dedim burada. Bu zaman şərt şəkli olacaq. Cavabınız elə A variantıdır. Bal tutarsa barmaq yalar. Burada ümumiyyətlə nə edər, tutar, ar zaman şəkilçisidir. Burada başqa qrammatikdən sonra gələndə yox. Bir dənə mamə inkar şəkilçisindən sonra sa-səy gələndə şərt şəkli olmuş olur. Ona görə bu deyil. Burada isə hissəciyinin qısaldılmış versiyasıdır, şəkilçiləşmiş versiyasıdır. Bizə gələcəksənsə vaxtında gəl. Vaxtında gəl. Bu əmr elədir. Əmr şəklidir. Gələcəksənsə nə edəcəksən, gələcəksən. Burada isə isə hissəciyinin qısaldılmış versiyası sayılacaq. Çünki digər 3 versiyadan sonra gəlməyib də. Yəni nə kökdən sonra, nə leksik şəkilçidən sonra, nə də mamə inkarından sonra gəlməyib. Görürsünüz, asanlaşdırdım sizin işinizi bir növ belə yazmaqla. Oxumaq işıqdırsa, burada da görürsünüz ki, dırdan sonra gəlib. Yəni nə leksikdən sonra, dır burada qrammatikdir də. Çünki özündən sonra mərk artıra bilmirik deyə leksik şəkilçi ola bilmir. İşıqdırmaq deyə bilmirik. Savadsızlıq zülmətdir. Burada isə ümumiyyətlə sa-səy yoxdur ki, zülmət ümumiyyətlə nə? Necə zülmət? Bu da olmayacaq. Anlayanla daş-daşı, anlamazla yemə aşı. Burada ümumiyyətlə yemə, sən yemə əmr şəklindədir və yaxud da sən ye fərqi yoxdur. Orada inkar şəkilçisinin ona heç bir təsiri yoxdur. Yəni əmr şəklinə. Bəzən inkar şəkilçisini görüb çaşırlar. 13-cü testə baxırıq. Hansı cümlədə xəbər şəklində olan feil var? Xəbər şəkli, dedim, harda zaman şəkilçisi varsa fərq eləmir. Keçmiş zaman, indiki zaman, gələcək zaman bu xəbər şəkli olmuş olur. Həyat mənə dərd göstərmə. Burada əmr elədi. Göstər və yaxud göstərmə. Əmr şəklindədir. Ona görə bu olmaz. Məndən xəbər istəyir. Sən də bu hadisənin şahidi ol. Burada da əmr şəklindədir. Sən ol. Əmr şəklində mən göstərim, sən göstər, o göstərsin, biz göstərək, siz göstərin, onlar göstərsinlər. Göstərmək feilinin böyründəki bu şəkilçilər, sadaladığım şəkilçilər əmr şəklinin şəkilçiləridir. Dünya çoxlarını yola salasıdır, ası əsi var, bu lazım şəklinin şəkilçisidir, bu da olmaz. Tamahkarı yalançı aldadar.
Burada aldadmaq sözün köküdür, aldatdı da. İki dənə saytın ortasında gəlib deyə t-dı əvəzlənməsi baş verib. Nə edər, aldadar, arsa qeyri-qəti gələcək zaman şəkilçisidir. Gördüyünüz kimi zaman şəkilçisi var deyə burada cavab olacaq D variantı, xəbər şəkli. Çünki harda zaman şəkilçisi varsa, o xəbər şəklindədir. Oğul, səndə bir nişanə olmalıdır. Malı məli. Bu vacib şəklinin şəkilçisidir. Cavabınız olacaq D variantı. 14-cü testə baxırıq. Bəndlərdən birində xəbər şəklində işlənmiş feili var. Nə gözəldir nar çiçəyi. Burada fikir verirsinizsə, ümumiyyətlə feil yoxdur. Gözəl sözü sifətdir, çiçək sözü isimdir. Ona görə də bunu ümumiyyətlə götürə bilmərəm. Aman ovçu, vurma məni və yaxud da vur məni. Burada mamə inkar şəkilçisi heç nəyi həll eləmir. Bu sizi çaşdırmasın. Bu əmr şəklindədir. Mən budağın maralıyam. Burada maral sözü isimdir. Bununla ümumiyyətlə işim yoxdur. Bu əmr şəklindədir. Ona görə bunu çıxıram. Daha sonra gələn əmim oğlu Mərdandır. Burada da gələn sözü ümumiyyətlə burada baxıram ki, xəbər şəklində də zaman şəkilçisi yoxdur. Gələn sözündə ən indiki zamanda olan, indiki zaman məzmunlu olan feili sifət şəkilçisidir. Kamil ovçu itirəndə maralı, kəsilər aramı səbri qərarı. Nə edər, kəsilər, kəsməkdən kəsilmək, ərsə qeyri-qəti gələcək zaman şəkilçisidir. Sual verdim də, nə edər sualına cavab verdi. Deməli, cavabımız olacaq D variantı. Daha sonra Y-yə baxırıq. Məndə Məcnundan Füzun aşiqlik istedadı var. Burada ümumiyyətlə feil görmədim. Ona görə bununla da işim yoxdur. Mənə feil lazımdır, feil. 15-ci testə baxırıq. İsə köməkçi sözünün hissəciyini qəbul etmir. Ümumiyyətlə əzbərləmək lazım deyil bu versiyada. Elə arzu şəklinin şəkilçisi bilirəm ki, A, Ə-dir. Elə cavabımız A-dır. Bu da. Məsələn, deyirəm ki, gələ. Gələsə demirəm axı, gələsə. Deyə bilərəm, gəlirsə, məsələn, deyə bilərəm. Gəldisə deyə bilərəm, amma gələsə deyə bilmərəm axı. Gələrsə deyərəm, gələcəksə deyərəm, gəlməlisə deyə bilərəm, gələsisə deyə bilərəm, amma gələsə deyə bilmədiyimə görə cavab olacaq A variantı. Bu tip testlərdə nə edirik? Bir dənə feil götürürük, qoyuruq digər şəkilçiləri böyrünə, isə hissəciyinin qısaldılmış versiyasını bilirik də, bu sa, sədir. Və baxırıq görək, uyğunlaşır yoxsa yox. 16-cı testə baxırıq. Hansı cərgədəki feillərdə zaman şəkilçisi düzgün müəyyən edilmişdir? Baxaq, yəni altından xətt çəkilmiş şəkilçi. Bir də burada görürük ki, hamı şəkilçisi, xeyr, belə bir zaman şəkilçimiz yoxdur. Amma mış deyə zaman şəkilçimiz var. Ona görə bu səhvdir. Bunlar şəxs sonluqları deyə altından xətt çəkilmiş. Mən yazılmışam, sən görübsən. B variantına baxaq görək. B variantı da deyil. Çünki bu da baxırıq ki, sə deyə, ir deyə zaman şəkilçimiz var, amma sə deyə ümumiyyətlə şəkilçimiz yoxdur. Sə bir şərt şəkilçisi ola bilər. Bir də İsənin qısaldılmış versiyası ola bilər. Burada İsənin qısaldılmış versiyasıdır. C-yə baxaq. Barışardı, nə edərdi, barışardı. Birinci gələn zaman, ikinci gələn hissəcik. Bu doğrudur. Köçürürmüş. Köçməkdən köçürmək, köçürür, nədir? Köçürür, müşdə imişsə. Cavabımız elə olacaq. C variantı da doğrusu bir dəqiqə belə. Aha. D-yə baxırıq. Vuruşdu. Vuruşdu, nə etdi? Vuruşdu. Burada vurmaqdan vuruşmaq yaranıbdı. Burada zaman şəkilçisidir. Çünki sualı nə etdidir. Aydın oldu mu? Şuudi keçmiş zamanın şəkilçisidir. Ona görə bu səhv göstərilib, götürə bilmərik. Döyüşərmiş, nə edərmiş, ər şəkilçisi var orada. Burada ər birinci gələn zamandır, ikinci gələn hissəcikdir. Hissəciyin altından xətt çəkiliblər burada. Zamanın altından yox, ona görə bu da çıxdı. 17-ci testə baxırıq. Hansı cərgədəki feillərdə zaman şəkilçisi düzgün müəyyən edilmişdir? Çalışardıq. Nə edərdik? Burada ar qeyri-qəti gələcək zaman şəkilçisidir. Dığı isə bu hissəcik və şəxs sonluğu olaraq ayırırıq. Ona görə bu olmaz. Yazdırsa, yazmaqdan yazdırmaq yaranıb. Dırdan sonra maqmək qoyanda uyğunluq yaranırsa leksik şəkilçidir. Burada da leksik şəkilçidir və zaman şəkilçiləri isə qrammatik şəkilçidir. B variantı çıxdı. Dəyişərdim.
Nə edərdim? Burada ərdir zaman şəkilçisi. Ona görə də burada da səhv çəkilib. Almazdım. İstəyirsiniz təsdiqə qaytarın. Alardım. Ar qeyri-qəti gələcək zaman şəkilçisidir. Burada da m inkarda az qeyri-qəti gələcək zaman şəkilçisidir. Qopmaqdan qoparmaq yaranıb. Feildən feil düzəldən bir leksik şəkilçidir. Qoparardıq, nə edərdik? Ar qeyri-qəti gələcək zaman şəkilçisidir və düzgün də çəkilib. Cavabınız olacaq D variantı. Yazılacaq. Nə ediləcək? Yazılacaq. Bu doğrudur. Amma alırıq da nə edirik? Almaq sözün köküdür. Ir zaman şəkilçisidir. Gərək burada çəkilərdi. İqsa şəxs sonluğudur. Biz alırıq. Bu olmaz ona görə. Bircə dəqiqə. Bunu da çıxdıq. Cavab oldu D variantı. 18-ci testə baxırıq. Hansı cümlədə feil 3-cü şəxs şəkilçisi ilə işlənmişdir? Dost bizə qonaq gəlibdir. Dir var burada. Yəni o gəlibdir. Cavab elə A variantıdır. Dır, dir, durdur. 3-cü şəxsin şəxs sonluğu. 19-cu testə baxırıq. Bir nümunədə təsriflənən feillərə aid ortaq olmayan fikri müəyyən eləyin. Üzüm ağ olubdur insan yanında. Yəni feilin şəkilləri və feilin zamanlarına aid. Məndən inciməyib insanlar heç vaxt. Üstümə hirslənən bir adamın da hirsini susmağım soyudub ancaq. İndi baxıram bura.